Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mənim sağlığınız və əhvalınız tam olaraq Çempionlar Liqası 4-cü tur Qarabağ Chelsea. Bu oyuna həm ümidimiz var, həm ümidimiz yoxdur. Hər şey yaxşıdır, oturmuşuq. Amma Kamil Ozura! Kaçki! Oy oy oy! Bu ne epizoduydu? Bir möhtəşəm insanın dediği kimi salam! Bu günləri Qarabağ Chelsea oyunudur. Həmişə bizim qaça-qaça stadiona çatmağımızı görürsünüz. Bu dəfə rahat bəy balası kimi deyərdim ki, stadiona 2 saat öncədən gedir. Amma yox, 2 saat öncədən getməyimizə baxmayaraq 2 saat öncə çatacağıq. Çatacağıq, hə? Amma ki, yoldakı olan bax bu inanılmaz xarcları görərək onu deyə bilərəm ki, çox çətin. Deməli, o oyun bizi elə deyəsən tıxaclardan başlayaraq gözləyəcək. Oyuna hardasa bir 40 dəqiqə vaxt qalıb və biz göstərilən tələblərə uyğun olaraq 2 saat öncədən meydana gəldik. Çatdıq. Hal-hazırda gördüyünüz bu məntəqədə, irəlidəki məntəqədə sadəcə olaraq deməli aparat işləmir və yüzlərlə adam burada dayanıb və boş-boşuna gözləyir. Hətta problem də bilirsən nədədir? Keçənlərin çoxu biz yaxınlaşıb baxdıq, bilmir ki, tətbiqdən istifadə etmək lazımdır. Tətbiq nədir? Və orada dururlar, bir-bir tətbiqi yükləyirlər. Kimin interneti olmur, kimdə telefonda nəsə problem olur, yer olmur və dururlar bir-bir həmin bu problemləri aradan qaldırana qədər çox vaxt Bu da keçir. əslində təşkilati problemdir. Nəyə görə? Çünki əgər sənin tətbiqin yoxsa, keç qırağda dayan, tətbiqi yüklə, ondan sonra kimin bileti var, rahat keçə bilirsə keçsin, sonra problemi həll elə keçərdir də. Yəni 1-2 nəfərə görə insanlar burada artıq nə bilim bir saata yaxındır ki, sadəcə olaraq gözləyirlər və biz yəni videoda istəyirdik ki, heç olmasa Chelsea-nin və Qarabağın isimli hərəkətlərini falan çəkək, amma artıq an etibarında bu mümkün deyil. Alınmadı reis. Gələn dəfələrə mənim fikrimcə maarifləndirici videolar çəkmək həm Qarabağ tərəfindən, həm Aytikit tərəfindən, hətta bəzi xəbər portalları da bunu paylaşa bilər ki, mütləq tətbiqi yükləyib, bileti aktivləşdirib bura gəlmək lazımdır. Tamamilə doğrudur. Gördüyünüz kimi 21:18 və biz hələ də buradayıq. Bəli, inanılmaz şəkildə, salam buydu. İnanılmaz şəkildə çox böyük əyləncə və təmtəraq içində oyuna girməyi gözləyirik. Dünya etirazlar fonunda artıq Həsən Soxlu Bas Məmmədi sisteminə yeni texnologiyalara uyğun olaraq hamı artıq meydana asta-asta daxil olur. Bu möhtəşəm şeyi görürsünüz, mənzərəni görürsünüz. Biz isə xoşbəxtik ki, heç olmasa bu yolla da olursa olsun, meydana daxil olub, heç olmasa Çempionlar Liqasının himnini izləyə biləcəyik. Aslına görə də YouTube bizə nə strayk atacaq. Bəli, təşəkkür edirəm. Artıq stadiondayım, amma sağ olsun Tamerlanın yüksək fərasəti nəticəsində biz hələ də onu gözləyirik ki, adam balası kimi salamlama eləyir. Oyunun başlamasına isə nə qədər 15 dəqiqə vaxt qalıb. Malades Tamerlan. Biz kimi elə bir dövrdə yaşayırıq ki, mənim menecerim məndən daha məşhurdur. Oyundan öncə ümumiyyətlə çox böyük problemlər var idi, çox böyük söz-söhbətlər var idi. Biletlərin dərhal satışı ilə bağlı, daha sonra Qarabazarla bağlı çox belə maraqlı fikirlər səslənirdi ki, bu həqiqətdir və əslində biletlərin bir dəfəlik azarkeşlər tərəfindən alınması qəbahət kimi göstərir. Əslində belə gəlir ki, bu bir o qədər də böyük problem deyil, amma ən azından ümid edirəm ki, bu faktor bugünkü azarkeşliyə təsir göstərməyəcək. Allah'ım keçir, nə qeyblə. Mən bu 75-ci kadrdan çəkə biləcəm. Beləliklə saniyələr, anlar, nə bilim, nələr, salisələr, nə qalırsa qalsın, birazdan bu əfsanəvi oyun, əfsanəvi himn sədaları altında başlayacaq. Yahay belə! Yahay belə! Esteval meydandan mərkəzindən oyuna başlayır və bu möhtəşəm görüşə birlikdə start veririk. Bunun ilk saniyələrində başa düşdüyüm şey. Mənə gəlir ki, Qurban Qurbanovun komandası başa düşür ki, Sanchez qapıda bir o qədər də güvənli adam deyil bir. İkincisi ayaqla çox bərbad şəkildə oynayır və bir çox oyunlarda bu epizodlarda səhvləri olub. Gördü onda pressing var hal-hazırda. Ən azından ilk 3-4 dəqiqə ərzində biz bunu 4 dəfə, 3 dəfə görmüşük. Qurban Qurbanov yenə də deyir ki, qabağımızda kim olur olsun biz qorxmayacağıq, oynayacağıq və Qarabağ çox yüksək pressing
pressinglə oyuna başlayır. Medina bu mövsüm çox yaxşıdır uşaqlar. Medina çox yaxşıdır həqiqətən. Masın təzəsi sevinmişdim ki, live indi meydanı tərk eləsə nə olacaq? Kim girəcək? Yazması ki, o yerdə A variant. Moises Caicedo var. B variant Enzo Fernandes var. Allah axırda xeyrə calasın. Oturma. Mata İlk zərbə müdafiəçilər tərəfindən saxlanıldı, amma Qarabağ heç rəqibdən qorxmur. Ən azından ilk 5-6 dəqiqə ərzində. Və beləliklə Moises Caicedo meydana daxil olan kimi dərhal təhlükəli epizod yaratdı. İlk toxunuşdan topu az qala qapıdan keçirildi. Salam aleyküm. Aleyküm. Chelsea hücumu. Sol cəhdə ötürmə. Yox. Marko Yankovic. Oxuyur bu ötürməni. Chelsea'nin ilk təhlükəli epizodu və az qala top qapıdan keçəcəkdi. Yəni real şansdan söhbət gedir. Caicedo'nun zərbəsini qoya qırağa, amma belə konstruktiv hücumdan danışırıqsa Chelsea az qala hesabı açır. Esteval topu ola bilir. Medina'nın indi birə-bir mübarizədə Medina deyir ki, hayır. Az qala. Çox təhlükəli epizod idi, amma Esteval sonunda elə bir ki qaydanı pozdu. Camilo Duran! Ver! Penaltini ver! Müdaxilə var idi! Bir dənə stadionun ümumi reaksiyasına baxın uşaqlar. Yəni, mən tam səmin deyirəmsə ki, bu epizoda vara baxılmalıdır. Çünki mümkünatı yoxdur. Camilo Duran bu epizodda artıq öz rəqibini üstələmişdi. Burada ən azından vara baxılmalıdır. Qarabağ bizə həqiqətən də bu Çempionlar Liqasının dövrü zamanı sözün yaxşı mənasında normalni qudurdu. Əla, çox yaxşı. Amma mənə elə gəlir ki, ilk 10 dəqiqə, 15 dəqiqə ərzində Chelsea belə Qarabağı gözləmirdi. Estevao 1-0. Yəni belə komandaya qarşı həqiqətən də səhv buraxmaq qola bərabərdir. Bu olmaz, amma nə edək? Bundan sonra oynamaq lazımdır. Yenə də davam eləmək, qorxmamaq. Yəni gəl belə danışaq da Chelsea-lə bu günləri burada qol vurmayacağına inanmaq biraz absurd idi. Yəni bu qolu gözləmək lazım idi əslində. Ona görə də buna psixoloji olaraq məncə Qarabağ hətta hazır olmalıdır və ümid edirəm ki, növbəti dəqiqələrdə biz bu hazırlığı ən azından hiss eləyəcəyik. Əsas məsələ odur ki, azərkeşlər sona kimi Qarabağa son dəstəyini versinlər ki, çünki stadion tam olaraq doludur və mən də istərdim ki, 90-cı dəqiqə son bitə qədər, son saniyəyə qədər azərkeşlər meydanda qalsın və komandanı dəstəkləsinlər. Razıyam. Çünki metro bu günləri gecə kimi işləyir, narahat olun. Növbəti hücumu Zubir. Yaxşı! Kukurelya sadəcə olaraq bir məqamlıq ötürməni oxudu və Məncə orada vurmaq da olardı. Məncə vurmaq olardı, amma bilməm, Duran ya uzaq küncə bəlkə də Kukurelya edə. Bilməm, sağ ayaqdır, sol ayaqdır, amma yenə də 100% sağlığı. Yəni də hücumun qarşısını almaqdır, yəni bu məsələnir, bu indi sarı verməyib, babaq verir. Yəni indi 100% sağlığı idi. Kaca hər iki epizodda əla oynadı. Həm birinci epizodda pressing arxasında çöndü, pas verə bildi. Oradan topu götürdü, yəni iki ayağına hoppanmışdı Kukureya, o 100%lik sarı vərəqə idi. İstəyir lap yarım ayağının atmasını aktiv hücumun qarşısını almaqdır. Yəni, bundan başqa sarı vərəqə nədir? Bizim o Media Ligada olana döndü. Yoxdursa, Azini bu oyunda itirmək olmaz. O çox. Camilo Duran! Camilo! Vay!
tekir eləmək lazımdır, eləyək. Hər şey ola bilər, futboldur. Bravo! Gol Andrade vurur. Andrade! Andrade! 1-1. Bəli, Katizənin səbəbindən təsvir olsun ki, meydanı tərk etməli oldu, amma meydana Adday daxil olur. Əsl bu oyunun stili üçündür. Əslində. Əsl, döyüşkən, qaçan, fiziki, oppansın, dağıtsın, cırsın, cırmaqlasın. Amma topu götürsün. Məncə o da bugün özünü göstərə biləcək. Belə də şans düşüb əla. Bir dənə maraqlı fakt oyundan stadionu Qarabağ qışqırmağa vadar edən VIP sektoru idi. Özdə çox balaca bir sektor idi. VIP sektoru idi. Yəni həqiqətən oyunla kimlə oynayır söhbət deyil. Həqiqətən də oynayın da. Amma yəni də oradan yaxşıdır. Əla ya bugün çox fantastikdir azarkeşlər. Çox əladır. Yəni bugün ən zəif bizik burada. Çünki biz video çəkirik, qışqırmırıq. Qışqıra bilmirik yəni. Hədiyyə eləyirdik. Az qala özümüz hədiyyə eləyirdik. Ürəyim düşmüşdü az qala, amma yox. Hədiyyə olmadı. Qonaqpərvər milləti, amma gəlin bu günlər qonaqpərvərliyi bu dəqiqədə hədiyyə olmadı. Gəlin oyun oynayaq da yəni. Bir dəfə bizə qonaqpərvər deməsələr bağrımız çatlamaz, hər şey yaxşıdır. Adday! Zirvə! Elvin! Oy bro! Addaydan bu nə? Ola bu nə moment idi? Bu nə moment idi? Əla, ruhdan düşmürük. Getdi. Ruka! Penalti! Hakim! Məsələlər sənsə! Stadion dağılır! Marko Yankovic topa yaxınlaşır. Marko Yankovic! Marko Yankovic! Gol! 2-1! Chelsea'nin dəhşətli yuxusunda belə bunu görə bilməzdi. 2-1! 2-1! Comeback! İlk hissədəcə comeback! Aman Allah, bu nə istərdi? Bu nədir? Bu nə emosiya? Övrəyim partlayıcı indi. Səmin deyirəm ki, bundan sonra 5 kilo tutsalar bu uşaqlara halaldır. Mən tam səmimiyəm. Düzdür, ümid edirik ki, heç vaxt belə bir şey olmayacaq, amma həqiqətən də bu oyunu udursalar belə bu dəqiqəyə görə artıq halaldır. Bravo! Marko! Bu qələbədən sonra Azərbaycanda doğulan yeni oğlan uşaqlara Marko adını vermək olar. Onlara icazə verə bilərsiniz. Mütləq. İkinci dəfə də artıq hücum gedən Fransada yeni qayda pozuldu və yeni kart yoxdur. 100%. Hakim icazə verir ki, hücumlar belə də dayansın. Bildim də, yəni bu belə olmalı deyil də. Bilirəm belə olmalı. Hə? Onda işte. Elə bildim başqa şey deyirsən, Allah razı olsun. Duran. Camilo. Sual vereyim. Camilo Duran komandaya gələndə hamı bir ağızdan, hamı deməyə yaxşı, bir çoxlara bir ağızdan dedi ki, niyə mərkəz hücumçusu yoxdur, nə bilim nə. Qardaş, bu futbolçunun artıq 4 oyun ərzində sizə məncə hər şeyi izah elədi. Bundan sonra mənə elə gəlir ki, bu komandanın hal-hazırda heç Juninho'ya belə ehtiyacı yox. Və beləliklə ilk hissə tamamlanır. İlk hissə tamamlanır və Qarabağ bir də pauza verin. Qarabağ Chelsea ilə ev oyununda ilk hissədən sonra 2-1 hesabı ilə irəlidədir. İlk hissədə 1-0 geri düşəndən sonra. Ya bu çox vacib məqamdır. Bu bir daha Nuqzarla Manaf Ağayevin bir videoda olmağı kimi bir şeydir əslində.
10 nömrə Zengin və 30 nömrə Sözcüğün meydan takiri. Meydana takiri. 9 nömrə Ləkulov. 8 Enzo Fernandes. İkinci hissə başlayır və o qədər ilk hissə ərzində həyəcanlandım ki, artıq Kurtkanın Azərbaycan dili versiyası çox güman ki, gödəkçədir, onu çıxartdım. Enzo Maresco deyir ki, qış, mənə maraqlıdır, mən bu ölkədən 100% uçqanla qayıtmaq istəyirəm. Görək. Vaş, Adday! Qardaşımsan, Adday neyini? Bir dənə də, apardın, yıxıl! Ay. Nə Qarabağa baxın, görün, Qarabağ, oradan Qarabağdır, yoxsa başqa komanda oynayır. Alday! Mən şok, mən iptal. Zubir. Siz başa düşürsünüz ki, adəti üzrə belə hərəkətləri Zubir falan eləyir də. Alday, Elvin. Burada bir sən nə söz yadıma düşdü? 5 il qabaq bu fraza səslənib. Bizimkilər qorxmuyor, navarot qızışıyor. Qızışıyor, sağ ol. Alejandro Garnacho. Sol cinahdan. Medina bırakmayacaq. Bu da Alejandro Garnacho. Yenə də hədiyyə verdi. Heç nədən qol buraxdıq ha. Heç nədən. Zarafatsız heç nədən buraxdıq. Deyək ki, o bomba nəsə hücum elədilər, heç nə. Top qayıtdı, Bəhlul sürüşdü, qol. Çox mənasız. Amma yaxşı oynayırıq. Topu da saxlayırıq ha. Topu saxlayırıq. Qol lazımdır sadəcə. Tak. Əvəzləmələr. Kamil Uçura meydanı tərk edir. Leandro Andrade meydanı tərk edir. Mən hər dəfə Qurban Qurbanovun Halaldır sən. qərarlarına Halaldır, yəni bunu hansı məşqçi götürüb eləyər Qurban Qurbanovdan başqa heç kim. Çox böyük risk. Heç kim eləməz onu. Amma Kopenhagen oyununda bu risk özünə doğrultur. Yox, doğrudan halaldır. Bu məşqçidir, bu nə bilim, heykəl qoyulası adamdır. Sən başa düşsən ki, biz Chelsea ilə oyunda futbol oynayan tərəf Qarabağdır. 100%. Nəriman! Oy, yaxşı Nəriman. Belə hücumun sonunda belə zərbə. Məsələn, Canavar. Alacaq. Bu nədir? Yəni, yenə deyirəm, Nərimanı linçləmək çox asandır, amma həqiqətən də komandamızın oyunçuluğa dəstək verib, motivasiya verib, daha çox onu özünə inandırmaq lazımdır ki, bu insan nəticə versin. Belədən sadəcə olaraq vur falan peşməkan, yəni bunlar heç bir halda nə Qarabağa, nə Nərimana, nə Azərbaycan futboluna heç bir qatqı vermir. Yəni tənqidin də bir öz yeri olmalıdır və onun da düzgün yerdə, lazım olan yerdə eləmək lazımdır. Hal-hazırda bu o deyil. Ona görə də Nəriman, uğurlar və ümid edirəm ki, bu günləri qol vuracaqsan. Elvinlə Zubir meydanı tərk edir. Dani Boltla Aleksey Kaşır meydana daxil olur. Və bu bizim son əvəzləmələri. Və taktikdə dəyişikliyimiz olur oyunun sonuna, son 15 dəqiqəyə. 4-2-4 oynayırıq. Elə bil ki, 4-2-4 oynayırıq. Toral! Ay. Bax, Toralın bu xüsusiyyətləri yaxşıdır. amma Kaşuka versəydi lap əla olardı. Amma indi nə var o da, neyniyək? Bu komanda necə PSG-ni klub dünya çempionatının finalında məğlub edir. Orada amma Palmer var idi, yəni açıq danışaq, bu bir. Qocaldım, mən tam səmimi Amma əsl Çempionlar Liqası həyəcanı. Budur. Bunu hiss eləyirik. Amma yenə deyirəm, mən hələ də deyirəm ki, 82 dəqiqə ərzində meydanda futbol oynayan bir dənə komanda var. 100%. Sadəcə olaraq bax, o resurs söhbəti vardı, yəni hər mövqeyə bir dənə oyunçu, demək olar ki, eyni səviyyədə, ondan hətta bəzən daha yaxşı. Sənin sonlarında Chelsea-yə belə deyək də, çox da yorulmamağa imkan verir. Qarabağ hiss olunur ki, artıq yorulur və bu təki pis cəhəti olmasın, pis cəhətini görməyə daha doğrusu bu yorğunluğun nəticəsində. Bax, həm Nəriman, həm Kaşuk, həm Addayev, o həmin 10 saniyəni patladı bilər. Bizə o yalnız 10 saniyə, 5-6 addım lazımdır bizə. Dani Bolt, sağ cinahda, cərmi meydancasına dönmə!
Keçiroğlu oynadı havası yoxsa əminəm ki, Nəriman topu qapıdan keçirirdi. Tam sərinliklərində bir şey var. Biz də başa düşürəm ki, oyundan sonra tıxac var, baskınlıq var və s. və axır. Amma belə oyunda son dəqiqələrdə 2-2 hesabında meydanı tərk edib getmək mənə görə düzgün Yəni, deyil. o heç mənə Yəni bu heç çatmır. boyunluq deyil də. Mən də istərdim ki, 90-cı dəqiqə son bitə qədər, son saniyəyə qədər azarkeşlər meydanda qalsın və komandanı dəstəkləsinlər. Yəni bu 3-4-0 olsaydı deyərdim mən Doğrudan yaxşı. heç bu oyunluq deyil. Onda bu oyuna nəyə bilet alıb Məndən bir gəlirdiniz? sən də maraqlıdır. Bax indi Qarabağ indi iştişar gol vurur da, Yankodur. Qarabağ indi bax gol vursa nə olacaq? Hə, bunu Yəni necə bu buraxmaq? tarixi məqamı necə buraxmaq olar? Bax mənə çox maraqlıdır. Getdi Eksusuma. Sarıdır da bu da, ayda. Mən bu menticaz bıray qarşı. Verdi. Yox, bir sən nədir məsələ? Orada fikirləşirəsi məqam yoxdur da. Hücum gedir, hücumun qarşısına alınsa vəssalam. Bu vərəqə cibdən çıxmalıdır. Çox... Neyse. Davam edirik. Son dəqiqələr. Qarabağ, Chelsea 2-2. Ay, Kaşuk! Hər Suda şey bitirə bilərdi. bağlayırdı. Bağla. Bu son saniyeleri oturarak izlemek mümkün değil artık. Oturup bu oyunu izlemek artık mümkün değil. Bırakmayak. Bırakmayak. Bu Chelsea'nin ağılsızcasına yalnız hücuma meyillenmesini cezalandırmak lazımdı. Bitirdi bunu, ürəyimiz çəkildi. Vəssalam, bundan sonra artıq dayandırmaq yoxdur. Sadəcə olaraq o final fiti və yaxud o qolu gözləyirik, ikisindən biri. Və o qol təbii ki, ümid edirik ki, Qarabağın qolu olacaq. Yəni başqa heç bir qol istəmirik biz bu günləri. Bircə Qarabağın qolu və yaxud oyunu bitir artıq. Çıxaq rəddolaq gedək evimizə, işimizə və bu tarixi nəticəni qeyd eləyək. Medina bırakmayacaq. Vəssalam! Hamı fikirləşirdi ki, Chelsea gəlib burada asan qələbə qazanacaq. Yox! Biz də oyunu uda bilərdi. Biz də oradan oyunu uda bilərdi. Bravo, əhsən və bu fantastik nağıla görə sadəcə olaraq Qarabağa təşəkkürlərimizi bildirməliyik. Bu fantastik oyunuydu və hər bir oyuncuya, hər bir məşqçiyə, hər bir azarkeşə, sona kimi bu komandanı dəstəkləyən hər bir kəsə təşəkkür və halal olsun. Bravo! Amma doğrudan da bax, bu möhtəşəm hisslər, emosiyalar bizi böyük futbolun bir hissəsi hiss elətdirdiyin üçün çox sağ ol. Qarabağın bütün idarə heyəti, futbolçuları, Qurbanov, hər kəs, yəni bu kluba aid olan hər kəs. Yoxdur belə şey. Oyun bitti. Və mən bu hesaba inanmıyorum. Amma oyun Bir dəqiqə, icazə ver sonra kimi deyim. İnanmıram ona görə ki, yox, biz Chelsea'yə məğlub olmadıq. Mən inanmıram ki, necə olur ki, biz burada en azından 3 hesabını Qarabağ xeyrinə görmədik. Çünki bu günləri həqiqətən də 90 plus dəqiqə ərzində meydanda vuruşan, döyüşən, futbol oynayan, ağıllı futbol göstərən yeganə komanda Qarabağ idi. Və mənə heç kim izah eləyə bilməz ki, Chelsea bu günləri dərdi oynaydı və s. və lakin Chelsea'nin oynadığı primitiv Championship komandası belə bu cür futbol oynamalı deyil. Ona görə də onlar bu bir hala layiq deyirlər. Bu günləri Qarabağın tam haqqıydı bu oyundan uşaqlar. Mareska'nın en azından emosiyalarından, özündən çıxmağından görsənirdi ki, komanda da can atırdı. Məşqçi də can atırdı, buradan 3 xal aparsın. Bu bizim əsas mərhələdə 7-ci xalımızdır. 7-ci xalımızdır və bundan sonra 4 oyun var. Və mən əminəm ki, 2 ən azı ev oyununda biz qələbə qazana bilərik. Bu komanda bacarır. Belə oyunlar. Bu komanda bacarır. Hətta səfərdə Napoli-dən oyunda da xal gözləmək olar. Belə oyunlar mən Liverpool'dan da xal gözləyirəm bundan sonra. Hər, razıyam. Belə, bravo Qarabağ. Bravo hər kəsə. Bugünkü gecəyə görə hər birinizə təşəkkür
təşəkkürümüzü bildiririk. Təşəkkür edirik ki, izləyirsiniz. Növbəti oyunlarda görüşənə dək hər birinizin öpüb bağrıma basıram və bu əslində qələbə münasibəti ilə hər birimizin təbrik edirik. Sağ olun, gələn görüşənə dək.